Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugün ikinci qrup blok sualları ilə tanış olacaq. Belə bir sual var. Limit n yaxınlaşır sonsuzluğa. Kökün altında 49 n üstə gələk kökün altında 10 n. 2 qat radikaldır. Məxrəcdə isə kök altında 16 n. Və bunu həll etmək üçün deməli, limit n yaxınlaşır sonsuzluğa. Hərəsini öz dərəcəsinə, yüksək dərəcəsinə böləcəyik. Yəni, kökün altında 49 n-i də n-ə böləcəyik. Kökün altında 10 n-i də n-ə böləcəyik. Bərabərdir. Buradan yazaq. Bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. Kökün altında 49 niyə 49? Çünki burada n ilə n ixtisar getdi. Bu isə bölünə bilmədiyi üçün yazılır elə kökün altında 10 böl n. Eyni kök altında özdə yazmalıyıq. Kökün altında 10 böl n şəklində. Bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. Limit n yaxınlaşır sonsuzluğa. Deməli, məxrəcdə isə kökün altında 16 n böl n. Və biz görürük ki, bu n-lər ixtisar edir. Kök altı 16-dan 4 qalır məxrəcdə. Bu bölünmədiyi üçün, sıfıra bərabər olduğu üçün atırıq. Kök altı 49-dan kökün altında 49 böl kökün altında 4 şəklində. Daha doğrusu 16 şəklində. Kök altından 4 çıxacaq. 49-dan 7 çıxır, 16-dan 4 çıxır. Cavab olur 4-də 7-dir. Digər ikinci sual. ABC-dir. Bərabər müxtəlif tərəfli uçacaqda AB bərabərdir 5-ə. 5 santim. BC bərabərdir 12 və bucaq B də kiçikdir 90 dərəcə olarsa AC tərəfinin ala biləcəyi tam qiymətlərin sayını tap. AC tərəfinin ala biləcəyi tam qiymətlərin sayını tap. Deməli, üç bucağı çəkirəm. ABC. Əgər bucağı o 90 dərəcədən kiçik verirsə, bu deməli bir tərəfi 2, üç bucağın xassəsidir. Yəni, modulda A minus B kiçikdir, X kiçikdir. Kökün altında A kvadratı üstə B kvadratı. Üç bucaq bərabərsizliyi. Yəni, 12 çıxılsın 5 kiçikdir X kiçikdir. Kökün altında 12'nin kvadratı üstə gələk 5'in kvadratı. 12'dən 5 çıxır. 7 kiçikdir X kiçikdir. 144'ün üstüne 25 kəndə 169. Ondan da kök çıxır 13. Deməli, ondan da kök neçə çıxır? 13. 7'dən 13'ə qədər olan ədədlər. Nə 7 daxildir, nə 13. 8, 9, 10, 11, 12. Belə bir şey deyim, 12'nin özü müxtəlif tərəfli olduğu üçün 12'nin özü daxil deyil. 1, 2, 3, 4 dənə qiymətində. Sayını soruşurdum. Sonra digər suala gələk. Bir dəqiqə. Həcmi 729 olan kubdan kub çəkək. Həcmi 729. Həcm belə işarə olunur. Həcmin 729 verib. Biz də bilirik ki, kubun həcm düsturu A kubudur. Deməli, buradan da A bərabərdir 9-a. Bu hissəsini əldə etdik. Gedə görə nə istəyirdik ki, AB bərabərdir 4-ə. AC bərabərdir 4 santıma. AC bərabərdir 7 santım olarsa və DABC deməli AB, A, B, bir də C piramidasını kəsmişdik. Kubun qalan hissəsinin həcmini tap deyir. Kubun qalan, bu piramida kəsibdir bunu. Kubun qalan hissəsinin həcmini tap deyir. Deməli, bu çox üzvlər mövzusudur. Hansı ki, 10-cu sinif mövzusu və çox üzvlər mövzusudur. Biz bunu
deməli kubun tilini tapdıq, 9 tapdıq. Kubun tilini tapdıqdan sonra şərtə görə bəs bizə deyir ki, bunu kəsir də. Ona görə də bu düsturla piramida. Piramida düsturu ilə gedəcəyik. Deməli və piramida biz də bilirik ki, bu bərabərdir 3/1. Həmin verilən ABC SYN piramidanın sahəsi vurulsun ABC. Bəli, ABC, BAC də oxuya bilərik bunu və vurulsun AD. Deməli, bu da bərabərdir. Verilənlər sadəcə piramidanın həcmini tapmaq üçün yerinə qoyacağım. 3/1 vurulsun, 2/1 vurulsun. Ölçüləri 4 ilə 7 verib 4 vurulsun, 7 vurulsun. Bir də tili tapmışıq 9. 6/1 vurulsun, 28 vur 9. Bu da bərabərdir neçə? 42. Tapdıq bunu 42 santimetr kvadrat. Bizdə sualda deyir ki, kubun qalan hissəsini biz tapdığımız isə piramidandır. Kubun ümumi isə 729 veribdir. Və qalanı tapan zaman və qalan bərabərdir 729 çıxılsın 42. 729-dan da 42 çıxanda 687 santimetr kub.